Vüqar, mənim çox sevdiyim, hörmətlə yanaşdığım Vüqar müğənni Muradov. Belə açıqlama da vermişdi, Facebookda dinlədim. Vüqar, əsəbləşmə. Hələ bir neçə aparıcı var ki, onlar at oynadır, bilmirəm. Onlara qarşı hələ də hansısa bir tədbir görülməyib. Mən düşünürəm ki, Mətanətin də artıq yaşı o yaşdır. Şpakat açdın. Bir nəfər çox gözəl açıqlama vermişdi. Mətanət Əlverdiyevla bağlı. Deyir, onun gülüşü də adamda əsəb yaradır. Onun sərt danışmağı da deyir, insanda əsəb yaradır. Ümumiyyətlə deyir, onun görünməsi, deyir, veriliş onsuz da gedəcək. Amma deyir, o Mətanət Əlverdiyevanı niyə ora qoyublar, o aparıcılıq idi? Yəni, o orada olmasa da veriliş öz-özünə gedəcək. Yenə də deyirəm, bəzi aparıcılar hələ də olduqları yerdədir. Təbii ki, onlar da təmizlənməlidir. Mən düşünürəm ki, Mətanət Əlverdiyevanın özü də getməlidir. Çünki artıq o zövqləri oxşaya bilmir, özünü doğrulda bilmir. Doğrudan da elə qışqırmaqla, belə bir qəribə bir gülüşlə o verilişi idarə etmək artıq insanların zövqünü aşağılayır. Bəli, Müsavat.com-a istinad edirəm. Vüqar Muradov son anda verilişə qatılmaqdan imtina edib. Təbii ki, mən dinlədim. Deyir ki, məni verilişə dəvət etmişdilər. Mən verilişə qatılmaqdan imtina etdim. Niyə? Aparıcının sözlərinə görə gör nə aparıcı. Aparıcı deyəndə ki, Vüqar təbii ki, öz münasibətini bildirdi ki, mən o verilişə getmədim. Amma aparıcı deyən təbii ki, Mətanət deyim, onun sözlərinə görə buna səbəb müğənninin həmin gün studiyada qonaq qismində iştirak edən Müdafiə Nazirliyinin hərbi orkestrinin solisti Rəhilə Əliyeva və tarif açısı Murad Həsənzadə ilə eyni verilişdə yer almaq istəməməsi olub. Təbii ki, Vüqar dedi ki, mənə Mətanət Əlverdiyeva zəng vurmayıb ki, verilişin meneceri, prodüseri zəng vurub. Təbii ki, cavabı da onlar verməlidir. Onlar konkret olaraq verilişdə kim olacağını müğənniyə deyiblər. Dünyada belədir. Türkiyədə bax, gəl götürək də, tutaq müğənni gəlir, kimlər var? Artıq onlar təsdiq olunur. Verilişi yarım saat qalmış, digər insanları o verilişə dəvət etmirlər. Mən deyərdim, ancaq bu bizdədir. O qonaq gəlmir, bunu dəvət edirlər. Bu qonaq 15 dəqiqə qalıb, başqa bir adamı tələsik tapıb gətirib əyləşdirirlər verilişdə. Bu səbəbdən Mətanət Əlverdiyeva efirdə Vüqar Muradovu sərt tənqid edərək, ayıb olsun, xoşunuza gəlmirsiniz, siz də dünəndə mənim xoşuma gəlmirsiniz kimi ifadələr işlədib. Vüqar Muradov isə ünvanına səsləndirilən ittihamlara münasibət bildirərək məsələnin mahiyyətinin tamamilə fərqli olduğunu deyib, zəhərimara qalmış qalmaqala nifrət edirəm. Həmişə ondan qaçıram, amma nədənsə o gəlin məni tapır, qoyun, sakit həyatımızı yaşayaq. Təbii ki, Vüqar deyib bunları. Vüqar da sıradan birisi deyil, Yeni Ulduzdan gəlib, onun ifasını biz həmişə həsrətlə gözləyirdik, intizarla gözləyirdik və Vüqar Muradov deyir ki, mənə dedilər ki, müğənni Vaqif Şıxəliyev olacaq. Deyir, mən də hazırlaşdım, səliqəylə, səhmanla avtomobilimə əyləşdim ki, vaxtında verilişə çatım. Deyir, məlum oldu ki, verilişdə Vaqif Şıxəliyevdən başqa 2 nəfər də var. Deyir, mənə düzün deyərdilər. Düz deyir də, düzün deyərdiniz də bu kişiyə. Niyə aldatmısınız ki? Deyir, baxdım, gördüm ki, məndən başqa 2 nəfər də verilişdə var, mən onları tanımıram. Ona görə eyni zamanda soruşdum ki, niyə məni aldadırsınız? Yəni, mənə düzün deyin də, əgər siz məni ciddiyə almırsınız, mən də sizə verilişinizi ciddiyə almıram. Vüqar Muradov deyib və qalmaqal davam edir. Vüqar Mətanət Əlverdiyevanın verilişinə getməkdən imtina edib. Ona görə ki, ona deyiblər Vaqif Şıxəliyev olacaq müğənni və baxıb görüb ki, Vaqifdən başqa 2 nəfər də verilişdə var, onun tanımadığı. Yəni, siz məni aldadırsınız, mən də gəlmirəm. Axırda necə deyib, bir maraqlı söz deyir, bir külək idi, Mətanət Əlverdiyeva əsli keçdi, yəni gəlmədim. Bu, Mətanət Əlverdiyevanın hansı ki, vaxtikən bir bina yanmışdı, canlı efirdə danışanda digərləri onlara belə kəskin münasibət bildirdi, sözlərin kəsdi və dedi ki, bir külək idi, gəldi, əsli, getdi. Vüqar, möhkəm olun. Heç kim TV'lərə baxmır.